Bismillahirrahmanirrahim. Nəql olunmuş bir çox rəvayətlərdə qəzəbin həddən artıq mənfi xüsusiyyət olduğu göstərilmiş və müsəlmanlara bu xoşagəlməz xüsusiyyətlərdən uzaq olmaları tövsiyə olunmuşdur. Bəzi rəvayətlərdə qəzəbin hətta bütün pisliklərin əsas səbəbkarı olduğu göstərilir. İmam Sadiq əleyhissalam buyurur: "Qəzəb bütün pisliklərin açarıdır." Bəs insan öz qəzəbini cilovladıqda necə? Belə bir xüsusiyyətə yiyələnmək yenə də mənfi haldırmı? Bu məzmunda nəql olunmuş bir çox rəvayətlərdə insanın belə bir xüsusiyyətə malik olması müsbət hal kimi göstərilir. İmam Əli əleyhissalam buyurur: "Ən böyük var-dövlət insanın öz qəzəbini boğmasıdır." Lakin nəql olunmuş bir çox rəvayətlərdə olduqca böyük əhəmiyyət kəsb edən bir məsələ ilə qarşılaşırıq. O da Allah yolunda qəzəblənmək və haqq ədalət uğrunda mübarizə aparmaq. İmam Əli əleyhissalam buyurur: "Fasiqlərlə düşmənçilik edən şəxs Allaha xatir qəzəblənərsə, Allah da ona xatir qəzəblənər və qiyamət günü ona sevinc və şadlıq nəsib edər." Rəvayətlərdən belə bir nəticəyə gəlmək olur ki, Allah Taala qəzəb hissini insanların fitrətində ona görə qərar vermişdir ki, onlar düşmən müqabilində din və əqidələrinin qorunmasında layiqincə müqavimət göstərə bilsinlər. Demək, bu daxili qüvvədən yalnız o zaman istifadə etməliyik ki, haqq olan dinimizə, namus və əqidəmizə düşmənlər tərəfindən təcavüz və ya hörmətsizlik edilmiş olsun. Varlığını ilahi nemət hesab edən hər bir saf əqidəli müsəlman Allah düşmənlərini öz düşməni bilməli, ilahi qanunlara qarşı olan hər bir hörmətsizliyi öz şərəf və namusuna qarşı hörmətsizlik hesab etməli və haqq ədalətin müdafiəsində əlindən gələni əsirgəməməlidir.